Pis getdiyiniz bir oyunda belə hakimin səsləndirdiyi bir fitlə bir cərimə zərbəsi qazanıb oyunun qədərini tam dəyişdirə bilərsiniz. Biz də burada bugün bu cərimə zərbələrini yerinə yetirməkdə ustalaşmış top 5 futbolcuya baxacağıq. Hazırsınızsa video başlasın. 5. Lionel Messi. Futbolun yaddan edilsin. Messi ilk cərimə zərbəsi qolunu 2008-ci ildə vurur və 2013-cü ilə qədər onun cərimə zərbəsi qollarının sayı bir əlin barmaqlarını keçmiş. Sonra Messi bir qərar verir ki, mənim cərimə zərbəsi ata bilməməyimin qabağında heç bir əngəl yoxdur, deyir və cərimə zərbələrində ustalaşmağa başlayır. Dediyimiz kimi, yaddan də bu adam qardaşım. Dört. Cristiano Ronaldo. Cristiano Ronaldo'nu bu sıralamaya koymasaydıq, əfsanəyə çox böyük hörmətsizlik etmiş olardıq. Hamısını çox super elə bilməsə də, hər cür cərimə zərbəsi qolunu vura bilən Cristiano Ronaldo əsasən də gənclik illərində ölüyarpaq stili ilə vurduğu cərimə zərbəsi qolları ilə bütün dünyanın ağlına bu sözləri yazdırdı. Üç. Ronaldinho. Bir nəslə futbolu sevdirən adam. Braziliya ulduz hər şeyi bir fərqli və müxtəlif edərdi. Cərimə zərbəsi qolları da əlbəttə ki, mükəmməl olmalıydı onun. O, həmişə ağlımızda, texnikasında, cərimə zərbəsi. Hətta yəni, mən nə danışıram? O, ağlımızda hər şeyi ilə qalmışdır. İki. David Beckham. Real Madrid'e getməklə bəlkə də karyerasının ən böyük səhvini edən ulduz futbolçu Manchester United dönəmində və Real Madrid'də Los Galacticos dönəmində vurduğu o mükəmməl cərimə zərbəsi qolları ilə həmişə yadımızda qalmışdır. Deyə bilmərik ki, bəlkə o cərimə zərbələrini ən yaxşı yerinə yetirən futbolçudur. Amma dəqiq deyə bilərik ki, ən yaxşı stilə sahib olan futbolçu odur. 5.
1. Juninho Pernambucano. Bəlkə də tarixin ən yaxşı frikikçisi. Onun cərimə zərbəsi qolları öz karyerasından belə daha ön plandaydı. Bəzi futbolçuların qapıya vurmağı cəsarət belə edə bilməyəcəyi yerlərdən Juninho'nun onlarla qolu var. Karyerasında 71 cərimə zərbəsi qola vuran Juninho sadəcə 2 dəfə topu qapıya ata bilməmişdir.